Yenə o dəfəki köynəkdəyəm, cəmaət elə biləcək kasıbam. Bugün danışmaq istədiyim mövzu kasıblıqdır. Daha doğrusu, fikir vermisinizsə, son dövrlər, son illərdə insanlar çox aqressivləşiblər. Və təbii ki, hamımız bunun arxasında bir səbəb görürük, imkansızlıq. Maddi qayğılar, maddi problemlər, loru dildə desək kasıblıq. Bəs niyə imkansız adamlar son illərdə aqressivləşməyə başlayıblar? Niyə əvvəllər imkansız adamlar bu qədər aqressiv deyildilər, daha mehriban idilər, daha gülərüzlü idilər? Son illərdə baxırsan ki, cinayətlər artıb, oğurluq artıb, dələduzluq artıb. Əvvəl niyə bu qədər deyildi? Məhz indi, son dövrlərdə, müasir dövrdə imkansız adamlar bu qədər aqressivləşib. Öz-özlüyümdə fikirləşdim bunun səbəblərini və belə bir qənaətə gəldim. Fikir verin, son dövrlərdə çəkilən, yəni müasir kinolardan gedir söhbət. Müasir kinolarda, həmçinin, nə bilim, o tiktokerlərin çəkdikləri videolarda, vaynerlərin çəkdiyi videolarda kasıb insan, imkansız insan həmişə səviyyəsiz, mədəniyyətsiz insan kimi göstərilir. Məsələn, nə bilim, yemək yeyəndə yemək ağzından tökülür, danışanda pis danışır, söyüşlə danışır, kobud danışır. Həmçinin o gülməli olan videolara baxırıq da biz, vaynerlərin, tiktokerlərin, o necə adlanır tam bilmirəm. O adamların çəkdiyi videolara baxırıq ki, məsələn, ər-arvad münasibətini çəkirlər. Kasıb ərə arvad necə pis münasibət göstərir, gözüm çıxdıya salır, hörmətsiz davranır ondan. Həmin o güldüyümüz videolarda arvad ərinə söyüş söyür, təhqir eləyir, pis davranır. Həmçinin görürsən ki, övlad pis davranır. Filmlərə baxırsan, yenə filmlərdə kasıb obrazın çox mədəniyyətsiz, səviyyəsiz, ağzının danışığını bilməyən, hərəkətini, oturuşunu, duruşunu bilməyən adam kimi göstərirlər. Və bu avtomatik bütün insanlar normal insan kimi bir şeyə baxanda özündə elə fikir formalaşır ki, deməli, mən imkansız adamam, məni də bu cür görürlər. Deməli, mən də onlar üçün mədəniyyətsiz, səviyyəsiz, hörmətsiz bir adamam. Dost tanışım deməli, mənə də hörmət eləmir, evdə mənə də arvad uşaq hörmət eləmir, iş yerində mənə hörmət eləmirlər. Yəni, o fikir formalaşır və avtomatik insan başlayır aqressivləşməyə. Bu, insanın psixologiyasının müdafiə mexanizmidir. İnsan başlayır həmin o yad münasibəti, pis münasibəti öz üzərində hiss eləməyə. Amma baxaq, məsələn, köhnə filmlərimizdə necə idi kasıba münasibət? Məsələn, Sovet filmlərində, ya elə müstəqilliyi qazanandan sonraki həmin o ilk dövrdə çəkilən filmlərimizə baxırsan ki, orada kasıb insanı mədəni, mərfətli, qürurlu, ədalətli, dürüst, məğrur insan kimi göstərirlər və sən o imkansız, kasıb adamı belə sevirsən. Ona sevgin yaranır. Çünki görürsən ki, bu mərd adamdır, qorxmadı, nə bilim, ədalətli davrandı, dürüst davrandı, həmçinin də mədənidir, danışığında bilir, oturuşunda, duruşunda. Yəni, kasıb obrazını, kasıb insanı filmlərimiz belə əvvəl bizə gözəl təqdim eləyirdi. Və insan onda kasıb olmaqdan təbii ki, utanmırdı. Bu, psixoloji bir şeydir. Yəni, görürsən ki, kasıb insana da yaxşı insan kimi baxırlar, mədəni insan kimi baxırlar, rahat olursan. Amma indiki dövrdə, baxın da, açın, izlədiyiniz kinolara, kinoteatrlarda göstərilən kinolara, TikTokda, Instagramda, nə bilim, YouTube'da filan qarşınıza çıxan o gülməli qısa videolarda baxın, görün kasıb necə təqdim olunur, kasıba necə münasibət göstərilir. Həmçinin başqa bir şey də deyim. Məsələn, Sovet dövründə, indi adamlar deyəcək, bu Sovet aşiqidir, elə deyil, sadəcə müqayisə edirəm. Sovet dövründə kasıbın başqa adı var idi, kasıba başqa adla xitab edirdilər, kasıba zəhmətkeş deyirdilər. Bu adın özü belə, yəni pozitiv, gözəl bir adı idi ki, bu kasıb deyil, bu zəhmətkeş adamdır. Amma yenə deyirəm, təkrar edirəm ki, o dediyim
insanlara daha aydın olsun. İndi biz imkansız adamı filmlərimizdə, çəkdiyimiz o gülməli videolarda necə təqdim edirik, necə göstəririk? Yemək yeyir, ağzından nə bilim yemək tökülür yerə, danışanda danışığın bilmir, oturuşun duruşun bilmir, cahil kimi göstərirlər. Kasıb insanı cahil insan kimi göstərirlər. Halbuki elə olmadığını bilirik. Və bu avtomatik insanlarda dediyim həmin o müdafiə instinktin oyadır. İnsanlar başlayır ətrafa sübut etməyə ki, yox, mən kasıb deyiləm, ya da mən kasıb olmamalıyam. Bunun üçün müxtəlif yollara əl atırlar. Cinayət də törədirlər, çayxanalarda, kafelərdə kasıb adamların bir-biri ilə dalaşıb bir-birini bıçaqlamasının səbəbi də elə budur. İnsanlar bir-birlərinə nəyisə sübut eləməyə çalışırlar. Ki, yox, mən sən bilən deyiləm, mən kasıb deyiləm, mən səviyyəsiz deyiləm. Ona görə də çox vaxt həmin o ölüm itimlə nəticələnən davalarımızın əvvəli bu sualla başlayır. Sən bilirsən, mən kiməm? İnsanlar bir-birinə kim olduğunu sübut eləməyə çalışır. Və bir şey də deyim, həmin bu kasıblıq sindromu deyək, gəlin buna belə bir ad qoyaq. Bu kasıblıq sindromu, insanı aqressivləşdirən kasıblıq sindromu başqa səhvlərə də gətirib çıxarır. Məsələn, imkansız adamların çox vaxt etdiyi səhvlər olur. Bu səhvlərdən birinə elmi ad da verilib. Buna lipstick effekt deyirlər, pomada effekti. Pomada effekti nədir? İmkansız adamlar, belə deyək, maddi böhran yaşayan insanlar, maddi sıxıntılar içində olan insanlar çox vaxt əllərinə keçən pulu xırda lükslərə xərcləyirlər. Məsələn, standart maaşla deyək, işləyən adam bilir ki, ev almağı müşkül məsələdir, qəliz məsələdir. Çox uzun vədəli bir prosesdir. Həmçinin maşın almağı çox uzun vədəli bir prosesdir. Ona görə o əlinə düşən pulu xırdaxuruş lükslərə xərcləyir. Məsələn gedir, bahalı restoranda oturur. Bahalı restoranda oturur, neçə günlük qazancını o restoranda bir yeməyə xərcləyir. Nəyə görə? Ətrafına sübut eləsin ki, mən də gəlib bu restoranda əyləşə bilirəm. Mən də burada gəlib yemək yeyə bilirəm. Öz sosial statusunu təsdiqləməyə çalışır. Nə bilim, gedir hansısa bahalı bir kofe shopda bir fincan kofeyə 15-20 manat pul verir. Bunu o zövq, damaq dadı xətrinə eləmir. Yəni, əslində məntiqi başında olsa, soyuqqanlı düşünsə, o bilər ki, bir kofeyə verdiyi 15-20 manat onun ən azı bir günlük əməyinin qarşılığıdır. Yəni, bir günlük maaşını o gedir, bir stəkan kofeyə verir o bahalı məkanda. Nəyə görə? Dost tanışına göstərsin ki, düşündüyünüz qədər pis gündə deyiləm, ölmürəm acından, mən də gəlib burada kofe içə bilirəm. Həmçinin bahalı restorana gedir, bahalı bir yerə istirahət etməyə gedir ki, məsələn, il boyu yığır, gedir bir həftə Qubada hansısa oteldə ailəsi ilə qalır. Bu lüksünə xərcləyir, minimal lükslərinə xərcləyir. Biz adamları məsələn qınayırıq buna görə, amma o da onun sosial statusunu təsdiq etmək cəhdidir. Amma düzgündürmü? Məncə təbii ki, düzgün bir şey deyil. Məsələn, görürsən ki, kirayədə yaşayan 5 nəfərlik bir ailədir. Yəni, bu ailə 5 nəfərdir və kirayədə yaşayır. Onlardan azı 3-ü görürsən ki, iPhone 17 işlədir. Götürübdür, nə deyirlər ona, kreditə götürüb, 2 il bu ayda 200 manat iPhone 17-yə pul verəcək. 2 il ayda 200 manat iPhone 17-yə pul verir, imkansız adam. Maaşı da tutaq ortalama 600 manatdır. 600 manat maaş alan adam 2 il hər ay 200 manat kredit ödəməyi bir telefona görə qəbullanır. Və buna biraz kənardan rahat baxa bilsə, o görər ki, 2 il deməli bu hər 3 günündən birinin əmək haqqısını telefonunu ödəyəcək. Hələ ilkin ödənişi qoyuram bir qırağa. Yəni, insan hansı ağılla buna razılaşa bilər? Həmin o dediyim pomada effektidir ki,
insan bunu edir. Tək ki, çevrəmdəkilər görsünlər ki, mən iPhone 17 ala bilirəm. iPhone 17 işlədirəm. Halbuki kirayədə yaşayan o 5 nəfərlik ailədə 3 nəfər iPhone işlətməyib, o iPhone-un pulunu toparlayıb ev üçün ipotekaya ödəniş eləsələr, özlərini ev götürüb kirayə pulundan da xilas olarlar. Əlbəttə, kimsə baxacaq bu videoya, deyəcək ki, boş-boş danışırsan, bilirsən ev almaq necə zülümdür. Sən iPhone almaq da zülümdür də onsuz da. Güya iPhone-u rahatlıqla alırsan, 2 il 200 manat ödəyirsən ayda. Onda da əziyyəti çəkirsən. Yəni, bu ağılsız, məntiqsiz xərcləmələrə gətirir. Həmin o sindrom, kasıblıq sindromu gətirir ona ki, insanlar başlayır ağılsız şəkildə pul xərcləməyə. Məsələn, gedir, bahalı restoranda oturur, telefon alır, başqa bir şeylərə xərcləyir və bu onun problemlərini daha da dərinləşdirir. O sadəcə biraz mənəvi rahatlıq verir ona, o lüksu hiss edir, komfortu hiss edir ki, hə, yox, çevrəmdəkilər görür, yaşayıram, amma halbuki aydan aya çıxmaqla məşğul olur. Məncə, bu kasıblıq sindromundan xilas olmalıyıq. Ümumiyyətlə, imkansız adamlara münasibətimiz mənfi olmamalıdır və imkansız insanları filmlərdə, çəkdiyimiz o videolarda, etdiyimiz paylaşımlarda, zarafatlarda, dost-tanışa münasibətdə göstərməməliyik, bundan əl çəkməliyik. Çünki elə olmadığını hamımız yaxşı bilirik. Biz yaxşı münasibət göstərsək bir-birimizə, məncə daha rahat yaşayarıq. Çox vaxt o deputatlar filan, nazirlər, indi təzəlikcə biri də bir deputatda danışdı, dedi ki, bəs şeydir, biz Sovet vaxtı çörək növbəsində dayanırdıq, adamlar şükür eləsinlər. Bunu bir deputatın deməyi əlbəttə ki, insanları qıcıqlandırır. Ki, sən axı pis yaşamırsan, sən bilirik, nə bilim, sənin villaların var, restoranların var, sənin övladların xaricdə yaşayır, xaricdə təhsil alır, burada ən yaxşı maşınları sürürsən, bizə də çörək növbəsini nümunə göstərirsən. Əslində, onda insanların qıcıqlanmağı normaldır ki, bu adam deməməlidir bunu. Amma bir tərəfdən də baxırsan ki, düz deyir də, məsələn, çörək növbəsində duran insanlar, o vaxtın insanları daha ümidli, daha pozitiv, daha işıqlı idi, daha mərd idi, daha dürüst idi. Necə oldu ki, biz indi çörəyə heç olmasa möhtac deyilik, necə bu qədər bir-birimizə qarşı çirkinləşmişik? Bunun qarşısını almaq lazımdır. Bunun qarşısında dediyim kimi ancaq həmin o göstərdiyimiz münasibətdən əl çəkməliyik. İmkansız insanları mənfi obraz kimi, mədəniyyətsiz, səviyyəsiz obraz kimi təqdim eləməkdən, hörmətsiz biri kimi göstərməkdən əl çəkməliyik. Sağ olun.